Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən üstlü və loqaritmik tənliklər mövzusunun 5-ci testinin suallarına baxaq. Birinci sualda belə bir üstlü tənlik verilib, bunu gəlin həll edək. 3-də 5 üzəri x üstə gələk 1 vuraq. 25-də 9 üzəri x kvadratı üstə gələk 2x çıxaq 11 bərabərdir 3-də 5 üzəri 9. Deməli, burada verilmiş tənliyin köyləri həcmini tapmaq tələb olunur. Dərhal yazırıq. 3-də 5 üzəri x üstə gələk 1 vuraq. 25-də 9-u biz baxsaq görək ki, 5-də 3-ün kvadratıdır. Amma mən 3-də 5 şəklində yazsam, onda yazmalıyam 3-də 5 üzəri neçə? -2. Vuraq mötərizə içində x kvadratı üstə gələk 2x çıxıq 11. Bərabərdir 3-də 5 üzəri 9. Buradan əsaslar eyni olduğu üçün hasil tapdıqda onda qüvvətləri toplamalıyıq. Yəni x üstə gələk 1-in üzərinə gəlməliyik. Baxın, sağda -2 mötərizənin içinə vurulmalıdır. Olur -4x kvadratı, bağışlayın 2x kvadratı. Sonra çıxaq 4x, üstə gələk 22, bərabərdir. Sağ tərəfdə isə 3-də 5 üzəri 9. Beləliklə, bu ifadənin, bu bərabərin doğru olması üçün əsaslar bərabər olduğu üçün qüvvətlər bir-birə bərabər olmalıdır. Yəni -2x kvadratı çıxaq 3x, üstə gələk 23 bərabərdir 9. Buradan -2x kvadratı çıxaq 3x, üstə gələk 14 bərabərdir 0. 23-dən 9 çıxdıqda qalır 14. Hər iki tərəfi də -2-yə böldükdə alarıq x kvadratı, üstə gələk 1,5x çıxaq 7 bərabərdir 0. Beləliklə, tənliyin kökləri hasil x1 vuraq x2 bizdə -7-yə bərabər olar və doğru cavab olar C bəndi. İkinci tənliyi həll edək. İkinci tənlik yenə bir üstlü tənlikdir. Deməli, yazırıq 5 üzəri x plus 2-dir. Bunu bu şəkildə yazmaq olarmı? 5 üstü x vuraq 5-in kvadratı. Çıxaq 10 vuraq 5-də 1 üzəri 1 minus x. Yəni, 10 vuraq 5-də 1 vurulsun. 5-də 1 üzəri -x. Bu isə 5 üzəri x deməkdir. Çıxılsın 3 vurulsun. 25 5-in kvadratıdır. Deməli, 2 vurulsun. 1 plus x bölünsün 2. O da bərabərdir. 8 üstü x plus 1'i yazarıq. 8 üstü x vurulsun 8. Çıxılsın 3 vurulsun. 4'ü 2'nin kvadrat şəklində yazsam. 2 vurulsun 3x bölünsün. Buradan gəlindi sadələşmə işlərini aparaq. 5'in kvadratı bizdə 25'dir. 25 vuraq 5 üstü x çıxaq. 10 ilə 5 ixtisar etdikdə qalır 2 vurulsun 5 üzəri x. Çıxılsın. Deməli, gəlin baxaq. Kvadratla 2 ixtisar getsə nə almış olarıq? 3 vuraq, baxın. Başlayın. 3 vuraq. 5 üzəri 1 plus x. Onu da yazarıq 5 üzəri 1. Yəni 5 vurulsun 5 üzəri x. Bərabərdir. 8 vuraq 8 üstü x çıxaq. Baxın, burada da kvadratla 2, daha doğrusu 2 ilə 2 ixtisar getdi. Qaldı 2 üzəri 3x. Yəni 3 vuraq 2 üstü 3 8. 8 üstü x. Sadələşmə yaparsaq 3 dəfə 5 15 eləyir. Deməli 25 vurulsun 5 üstü x-dən deməli 15 vurulsun 5 üstü x-i çıxarıq. Bir dəfə də 2 vuraq 5 üstü x-i çıxarıq. Deməli alırıq 8 vuraq 5 üstü x bərabərdir. Sağ tərəfdə isə 5 vurulsun 8 üzəri x. Buradan deməli 5 üstü x bölə 8 üstü x bərabərdir. Nə alarıq? 8-də 5. Bu isə sol tərəfi yazarıq. 8-də 5 üzəri x bərabərdir. Sağ tərəfdə 8-də 5. Beləliklə x bərabərdir 1 olar. 1 isə doğru cavabı B bəndinə uyğun gəlir. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, yenə belə bir qüvvət üstlü tənlikdir. Yəni onu həll edək. 4 üstü x plus 1'i yazarıq. 4 üstü x vuraq 4. Üstə gələ 2 üstü 2x plus 1'i yazarım. 2 üstü 2x, yəni 4 üstü x vurulsun 2 üstü 1, yəni 2. Bərabərdir 9 üstü x vurulsun 9'un kvadratı 81. Çıxaq 25 vurulsun 3 üstü 2x, yəni 9 üstü x vurulsun 3 üstü 1, yəni 3. Yenə sadələşmə yaparsaq sol tərəfdə 6 vuraq 4 üstü x, sağ tərəfdə isə 25 dəfə 3 75, 81'dən də 75 çıxdıqda qaldı 6 vuraq 9 üzəri x. Buradan 4 üstü x bölək 9 üstü x bərabərdir. 6'ını da 6'ya böldükdə 1 qalar. Deməli, bərabərdə 1 olar. Beləliklə x bərabərdə 0 olduqda bu tənlik, deməli bu bərabərlik doğru olar. Yəni doğru cavab bizdə olar E bəndi. Sonra dördüncü suala baxaq. Dördüncü sualda belə bir yenə qüvvət üstü tənlikdir. Kök altda 5 çıxaq 2'nin mötərizə üstü 3x minus 1 bərabərdir. 9 çıxaq 4 kök altda 5 üzəri 2 minus x. Baxın. Sol tərəf olduğu kimi qalsın. Sağ tərəfə diqqət etirsək görərik ki, mötərizənin içindəki ifadə əslində qalsa kök altda 5 çıxılsın 2'nin kvadratıdır.
Onda 2 vurulsun 2 minus x qüvvətdəki deməli bu 2-ni kvadratın ikisini 2 minus x-ə vurmalıyıq. Beləliklə əsaslar yeni olduğu üçün qüvvətlər bir-birinə bərabər olmalıdır. Yəni 3x minus 1 bərabərdir 2 vurulsun 2 minus x-ə. Buradan 3x minus 1 bərabərdir 4 çıxılsın 2x. Buradan 5x bərabərdir 5 və x bərabərdir biz 1 almış olarıq. 1 isə bizdə B bəndinə uyğun gəlir. Sonra 5-ci suala baxaq. 5-ci sualda belə bir tənliklər sistemi var və bu tənliklər sistemindən x üstəgələ y cəmini tapmaq tələb olunur. Gəlin biz belə bir şey yazaq. Loqaritma 2 əsasdan 2x minus y çıxılsın. Loqaritma 2 əsasdan 2x plus y bərabərdir 4 olmalıdır. Yəni bu tənliyi biraz sadələşdirək. Loqaritmaların əsasları eyni olduğuna görə loqaritmaya çıxdıqda eyni bir əsas altında loqaritma altında həmin ifadələri bir-birinə bölmək lazımdır. Yəni 2x minus y bölünsün 2x plus y bərabərdir 4. Buradan 2x minus y bölə 2x üstəgələ y üçün biz 2 üstü 4, yəni 16 almış olarıq. Digər tərəfdən gəlin yazaq. 4x kvadratı minus y kvadratı 4-ə bərabərdir, düzdürmü? Gəlin buradan əvvəlcə 2x minus y tapaq. Alarıq 16 vuraq 2x üstəgələ y. Buradan da 2x minus y vurulsun 2x üstəgələ y bərabərdir 4 almış olarıq. İndi nə edək? Bu ifadələr tərəf-tərəfə vursaq, onda olar 2x minus y vurulsun özünə 2x minus y-in kvadratı alıram. Vuraq 2x plus y bərabərdir 4 vuraq 16 vuraq 2x üstəgələ y. Buradan 2x üstəgələ y-lər ixtisar getsə, beləliklə 2x minus y-in kvadratı bərabərdir 64 olmalıdır. Buradansa 2x minus y bərabərdir 8 ola bilər. Mənfi 8 ola bilməz, çünki 2x minus y burada loqaritmanın altında olan ifadədir. Deməli 2x minus y bizdə 8-dirsə, onda 2x plus y-i tapdıqda nə edirik? 8-i bölürük 16-ya, biz alırıq 2-də 1. Deməli 2x minus y bizdə 8-dir. 2x plus y isə bizdə 2-də 1-dir. İndi nə edirik? Biz buradan gəlin x və y-ni tapaq. Tərəf-tərəfə toplasaq, onda baxırıq ki, mənfi y, müsbət y islah olur. Doğru cavab. Deməli, sol tərəfdə 4x, sağ tərəfdə isə 8 tam 2-də 1, yəni 2-də 17 almış olarıq. Buradan isə x bərabərdir 17 bölək 8 olur. Digər tərəfdən indi biz y-i tapmalıyıq. 2 vurulsun x-in yerinə yazıram. 17 bölək 8 çıxar, y bərabərdir 8. Buradan y bərabərdir 2 ilə 8 ixtisar gedir. Qalır 4-də 17 çıxılsın 8. Buradan isə y bərabərdir 4-də mənfi 15. İndi mən nə etməliyəm? X üstəgələ y cəmini tapmalıyam. X üstəgələ y bərabərdir. Deməli, x-in qiyməti 8-də 17, üstəgələ y-in qiyməti isə mənfi 4-də 15. Başlayın, bu səliqəsiz oldu 15. Deməli, x üstəgələ y də bərabərdir. Ortaq məxrəc 8-dir. Sürətdə 17 çıxılsın 30, o da bərabərdir mənfi 8-də 13. Yəni doğru cavab olmalıdır A bəndi. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, verilmiş tənliklər sisteminə əsasən x kvadratı üstəgələ y kvadrat cəmini tapın. Gəlin birinci tənliyi həll edək. 8 üzəri loqaritma 9 əsasdan x minus 4y bərabərdir 1. 1-in əvəzinə biz gəlin birbaşa 8 üstü 0 yazaq. İndi əsaslar yeni olduğuna görə bərabərliyin doğru olması üçün loqaritma 9 əsasdan x minus 4y bərabərdir 0 olmalıdır. Yəni x minus 4y bərabərdir 9 üstü 0, yəni 1 olmalıdır. Digər tərəfdən x minus, indi gəlin ikinci tənliyi eləyək. 4 üzəri x minus 2y çıxılsın 7 vuraq 2 üzəri x minus 2y bərabərdir 8 olmalıdır. Çıx 8 bərabərdir 0 yazıram. İndi gəlin baxaq. Deməli, x-in, deməli 4-ü yazaram 2-nin kvadrat şəklində. Onda 4 üzəri x minus 2y yazaram 2 üzəri x minus 2y kvadratı. Çıxaq 7 vuraq 2 üzəri x minus 2y çıxaq 8 bərabərdir 0. Vuruqları ayırsaq 2 üzəri x minus 2y minus 8 vurulsun 2 üzəri x minus 2y üstə gələk 1 bərabərdir 0. Buradan birinci tənlikdən 2 üzəri x minus 2y bərabərdir 8. İkinci mötərizədən isə 2 üzəri x minus 2y bərabərdir mənfi 1 almış olarıq. İkinci bərabərliyin, daha doğrusu tənliyin həlli yoxdur. Birinci tənlikdən isə alıram 2 üzəri x minus 2y bərabərdir 8. 2-nin kubu şəklində yazsam, x minus 2y bərabərdir 3 almış olaram. İndi baxaq görək nədir? X minus 4y-ə biz almışıq
1 və x minus 2y də almışıq 3. Bu tərəf tənliklər tərəf-tərəfə çıxdıqda x-lər gedir. Yəni yazaq. Mənfi 4y-də mənfi 2y çıxdıqda qalır mənfi 2y bərabərdir. 1-dən düş çıxdıqda mənfi 2. Beləliklə y 1-dir. Əgər y 1-dirsə x-i tapmaq asandır. X çıxılsın ikinci tənlikdə 2 vurulsun y-in yerinə 1 bərabərdir 3. Buradan da x bərabərdir 5. Beləliklə x kvadrat üstəgələ y kvadratına biz 26 almış olaraq ki, doğru cavab da D bəndidir. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, verilmiş tənliklər sistemindən x minus y deməli fərqini tapın. Gəlin biz belə bir şey eləyək. Birinci tənliyi ayrıca həll eləyək. 3 üzəri mənfi x vurulsun 2 üstü y bərabərdir 1152. Deməli 1152 3 və 2-nin qüvvətləri deməli hasilinə bərabərdir. Belə deyək. 2 üstü tutaq ki 5 vurulsun 3 üstü 6-dır. 2-yə deməli onda 1152-ni sadə vuruqlara ayırsaq 2 və 3-dən ibarət olan 2 və deməli 2-nin və 3-ün qüvvətləri hasillərindən bərabər olan bir ifadəyə ibarət olan bir ədəddir. Başlayım fikrimi toplaya bilmədim. 1152-ni 2-yə böldükdə alırıq deməli 578 576 2-yə böldükdə 288 2-yə böldükdə 144 2-yə böldükdə 72 2-yə böldükdə 36 2-yə böldükdə 18 2-yə böldükdə 9 3-ə böldükdə 3 3-ə böldükdə 1. Onda yazırıq 3 üstü mənfi x vuraq 2 üstü y bərabərdir 1152 2 üzəri neçədir? 1 2 3 4 5 6 7-dir. Yəni 2 üstü 7 vuraq 3 üzəri 2. Onda belə çıxır ki, mənfi x 2-yə bərabər olmalıdır. Y isə 7-yə. Buradan da x bərabərdir. Mənfi 2 almış olduq. İndi ikinci ifadədən elə baxaq görək ikinci bərabərlikdə doğru mu bir cavab alırıq. Loqaritma kök altda 5 əsasdan mötərizə içində 7 üstəgələk mənfi 2 o da bərabərdir. Deməli alıram loqaritma kök altda 5 əsasdan 5 5-i də kök altda 5-in kvadrat şəklində yazsam və doğru cavab 2 olur. Deməli, həqiqətən də bu deməli x mənfi 2, y isə 7-dir. Buradan isə x minus y fərqini tapsaq, mənfi 2-dən 7 çıxdıqda biz mənfi 9 almış olarıq ki, doğru cavab da C bəndi olar. Sonra 8-ci suala baxaq. 8-ci sualda belə bir tənliklər sistemindən x, y hadisəni tapmaq tələb olunur. Gəlin birinci ifadəni, tənliyi sadələşdirək. Loqaritma 2 əsasdan x çıxaq 2, loqaritma 2 əsasdan y bərabərdir 0. Buradan loqaritma 2 əsasdan x çıxaq 2-ni y-in qüvvətinə qaldırsaq, çıxılsın loqaritma 2 əsasdan y kvadratı bərabərdir 0. Buradan loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan y kvadratı. Loqaritma 2-lər bir-birini aparsa, onda x bərabərdir y kvadratı almış olarıq. İndi y kvadratın yerinə x yaza bilərik. Onda ikinci tənlikdə y kvadratın yerinə yazıram x. Olur x üstəgələ 8 bölə x üstəgələ y bərabərdir x çıxaq y. Çarpaz şəkildə vursaq x çıxaq y-in məxrəci 1-dir. Beləliklə x üstəgələ 8 bərabərdir x kvadratı çıxaq y kvadratı almış olarıq. Buradan x kvadrat çıxaq y kvadratın yerinə yazarıq x bərabərdir x üstəgəl 8. Buradan x kvadratı çıxaq 2x çıxaq 8 bərabərdir 0. Vuruqlara ayırsaq x minus 4 vurulsun x üstəgələ 2 bərabərdir 0 almış olaraq. Buradan x bərabərdir 4 və x bərabərdir mənfi 2 almış olaraq. Mənfi 2 ola bilməz çünki x loqaritmanın altında olan bir ifadədir və x mənfi ola bilməz. Buradan x-ə 4 alsaq y-i tapa bilərik. X bərabərdir y kvadratı bərabərində y kvadratı bərabərdir x-in yerinə 4 qoysaq y bərabərdir müsbət mənfi 2 olmalıdır. Mənfi 2-ni götürə bilmərik. Çünki loqaritmanın altındakı ifadə mənfi ola bilməz. Beləliklə x vuraq y bərabərdir 8 almış olarıq ki, doğru cavab da B bəndinə uyğun gəlir. Sonra başlayayım. 9-cu suala baxaq. 9-cu sualda deyir ki, x vuraq 1 minus loqaritma 5 bərabərdir. Loqaritma 4 üzəri x minus 12. İndi x vuraq 1 minus loqaritma 5 1-in əvəzinə loqaritma 10 yazsam, çıxaq loqaritma 5 bərabərdir loqaritma 4 üzəri x minus 12. Baxın, loqaritma 10-dan loqaritma 5 çıxdıqda alıram loqaritma 2, çünki onu 5-ə bölürəm. Olur x vurulsun loqaritma 2 bərabərdir loqaritma 4 üzəri x çıxaq 12. X-i 2-nin qüvvətinə qaldırsaq, olur loqaritma 2 üstü x bərabərdir loqaritma 4 üzəri x minus 12. Burada loqaritma reyin olduğuna görə hər ikisini atsaq,
2 üstü x bərabərdir. 4'ü yazaram. 2 üstü x'in kvadratı çıxaq 12. Buradan 2 üstü x'in kvadratı çıxaq 2 üstü x çıxaq 12 bərabərdir 0. Buradan da 2 üstü x minus deməli 12 vurduqda mənfi 12 topladıqda isə mənfi 1 almalıyım. 2 üstü x çıxaq 4 vurulsun. 2 üstü x üstə gələk 3 bərabər 0 olmalıdır. Buradan 2 üstü x çıxaq 4 bərabər 0 olmalıdır və ya 2 üstü x üstə gələk 3 bərabər 0 olmalıdır. Buradan 2 üstü x bərabərdir 4, x də bərabərdir 2. İkinci tənlikdən isə 2 üstü x bərabərdir mənfi 3 alırıq ki, bu tənliyin həlli isə yoxdur. Deməli, bizdə x-in qiyməti 2-yə bərabər olmalıdır. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, tənliyin kökünü hesablayın. Kök altında natural loqaritma x çıxılsın ln. Yəni, baxın, kök altı x-in əvəzinə yazarım 2-də 1. Üstə gələk 4 bərabərdir 0. Buradan kök altında natural loqaritma x çıxaq 2-də 1 ln x üstə gəl 4 bərabərdir 0. Hər tərəfi mənfi 2-yə vursaq, onda nə olar? Natural loqaritma x çıxılsın 2 vurulsun. Kökün altında natural loqaritma x çıxılsın 8 bərabərdir 0. Natural loqaritma x isə kök altında natural loqaritma x-in kvadrat şəklində yazsaq, burada bir kvadrat 3 adlı alırıq və vuruqlara da bu şəkildə ayıraq. Kök altında natural loqaritma x çıxılsın 4 vurulsun kök altında natural loqaritma x üstə gəlinsin 2 bərabərdir 0. Buradan kök altında natural loqaritma x çıxaq 4 bərabərdir 0. İkincidən isə kök altında natural loqaritma x üstə gələk 2 bərabərdir 0 alırsınız. Birincidən kök altında natural loqaritma x bərabərdir 4. İkincidən isə kök altında natural loqaritma x bərabərdir mənfi 2. İkinci tənliyin həlli yoxdur. Birinci tənlikdən hər tərəfi kvadrata yüksəlsək, natural loqaritma x bərabərdir 4'ün kvadratı 16. X-i isə tapsaq, y üstü 16 almış olarıq ki, doğru cavabda C bəndi olar. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, x üzəri 7 üstə gələk onluq loqaritma x bölünsün 4 bərabərdir 10 üzəri onluq loqaritma x üstə gələk 1. Hər iki tərəfdən 10 əsasa görə loqaritmləsək, loqaritma x üzəri 7 üstə gələk lg x bölünsün 4 bərabərdir lg 10 üzəri lg x üstə gəl 1. İndi baxın, lg 10 bizdə 1 eləyir. Ona görə və sağ tərəf, bərabərin sol tərəfində də qüvvət keçir qarşıya. Olur nə? 7 üstə gələk lg x bölünsün 4 vurulsun lg x bərabərdir lg x plus 1. Hər tərəfi 4'ə vursam, onda olur. 7 üstə gələk lg x vurulsun lg x bərabərdir 4 lg x üstə gəl 4. Mötərizəni vurub açsaq, loqaritma kvadratı x üstə gələk 7 loqaritma x bərabərin sağındakıları da sol tərəfə keçirsək, çıx 4 loqaritma x çıxılsın 4 bərabərdir 0. Beləliklə, loqaritma kvadratı x üstə gələk 3 loqaritma x çıx 4 bərabərdir 0. Buradan vuruqlara ayırsaq, loqaritma x çıxılsın 4 vurulsun loqaritma x üstə gələk 1 bərabərdir 0 almış olarıq. Buradan loqaritma x çıxılsın 4 bərabərdir 0. İkincidən isə loqaritma x üstə gələk 1 bərabərdir 0 almış olarıq. Birincidən loqaritma x bərabərdir 4, x bərabərdir 10 üstü 4. İkincidən isə loqaritma x bərabərdir mənfi 1, x də bərabərdir 10 üstü mənfi 1 almış olarıq. Beləliklə, mən burada bağışlayın, səhv vuruqları ayırdım. lg x plus 4, burada isə lg x minus 4 olmalıydı. Yəni, bunların hamısını təzədən düzəldək, bağışlayın, bir anlıq səhv oldu. lg x minus 1, buradan lg x bərabərdir mənfi 4, x bərabərdir 10 üstü mənfi 4 olmalıdır. Digər tərəfdən isə lg x bərabərdir 1, x də bərabərdir 10 üstü 1, yəni 10. Tənliyin kökləri hadisəni tapsaq, x1 vuraq x2 bərabərdir 10 üstü mənfi 4'ü 10'a vuranda 10 üstü mənfi 3 almış olaram ki, o da 0'dan 1000'də 1 deməkdir. Yəni, doğru cavab olmalıdır A bəndi. 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, verilmiş tənliyi həll edin. Dərhal yazaq. Loqaritma 3 əsasdan 7 çıxaq. Loqaritma 2 əsasdan x bölünsün 2 bərabərdir 2. Buradan 7 çıxaq. Loqaritma 2 əsasdan x bölə 2 bərabərdir 3'ün kvadratı. Buradan 7 minus loqaritma 2 əsasdan x bölünsün 2 bərabərdir 9. Loqaritma 2 əsasdan x bölü 2'ni tapdıqda 7'dən 9 çıxarıq, alarıq mənfi 2. Buradan x bölə 2 bərabərdir 2 üstü mənfi 2. X bölə 2 bərabərdir 4'də 1. Buradan da x bərabərdir 2'də 1 almış olarıq ki, doğru cavabda C bəndinə uyğun gələr. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, ln x üstə gələk 1 çıxılsın ln x. Yəni, bu mötərizələri də yaxşı çəkək. Bərabərdir ln 3 çıxılsın 1. 1'i də əvəzinə ln y yazaq. Beləliklə, ln
X üstə gələk 1 bölünsün X bərabərdir ln 3 bölünsün E. Burada hər iki tərəfdə ln olduğuna görə atsaq, yerdə qalar X üstə gələk 1 bölünsün X bərabərdir 3 bölünsün E. Buradan 3x bərabərdir E vurulsun X üstə gələk E. 3 çıxılsın E vurulsun X bərabərdir E. X də bərabərdir E bölünsün 3 çıxılsın E. Yəni doğru cavab olmalıdır. C bəndi. 14-cü suala baxaq. 14-cü sualda deyir, tənliyinin kökləri x1 və x2 olarsa, x1 üzəri x2 qüvvətini hesablayın. Bir şərtlə ki, x1 x2-dən böyük olmalıdır. Onda yazaq 14, sual 14. X kvadratı üstə gələk 5 üzəri loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 bərabərdir 81-dir. Gəlin bərabərin hər iki tərəfini 3 əsasa görə loqaritmləyək. Loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 üzəri loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 bərabərdir loqaritma 3 əsasdan 81. Burada loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 qarşıya düşsə, onda 2 dənə eyni ifadə almış olarıq ki, yəni loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5, bir də vurulsun özü. Yəni bu ifadənin ümumilikdə kvadratı bərabərdir 4 olur. Buradan loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 ya müsbət 2-dir, ya da ki, loqaritma 3 əsasdan x kvadratı üstə gələk 5 bərabərdir mənfi 2-dir. Birinci tənlikdən x kvadratı üstə gələk 5 bərabərdir 3-ün kvadratı, yəni 9. Buradan x kvadratı bərabərdir 4. x1 bərabərdir müsbət 2, x2 isə bərabərdir mənfi 2 almış olarıq. İkinci tənlikdən x kvadratı üstə gələk 5 bərabərdir 3 üstü mənfi 2, yəni 9-da 1 olmalıdır. Buradan x kvadratı bərabərdir mənfi 4 tam 9-da 8. Deməli, bu tənliyin kökü, həqiqi kökü yoxdur. Yəni, boş çoxluqdur. İndi şərtə əsasən x1 x2-dən böyükdür. Əgər x1 bizdə 2 isə x2 də mənfi 2 olmalıdır. Onda 2 üstü mənfi 2 bizə verər 4-də 1. Yəni, doğru cavab olar C bəndi. 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, verilmiş tənliyi həll edin. Başlayayım, biraz çox etdik. Deməli, 4 üzəri loqaritma 2 əsasdan x minus 1 üstə gələk kökün altında x kvadratı minus 2x üstə gələk 1 bərabərdir 6. İndi baxaq. 4 üzəri loqaritma, əgər 2-nin deməli kvadrata yüksəlsəm 4 olar. Loqaritmanın əsası olur 4. Onda gələk x minus 1 də kvadrata yüksəldik. Üstə gələk. Kökün altındakı ifadə isə x minus 1-in kvadratıdır. Bərabərdir 6. Beləliklə 4 ilə loqaritma 4 ixtisar getirir. Qalar x minus 1-in kvadratı üstə gələk. Burada isə deməli x minus 1 ilə deməli kvadratla kök keçsə qalar x minus 1 çıxılsın 6 bərabərdir 0. Bu isə kvadrat düzəldilir. Vuruqları ayırsaq x minus 1 çıxaq 2 vurulsun x minus 1 üstə gələk 3 bərabərdir 0. Buradan x çıxılsın 3 vurulsun x üstə gələk 2 bərabərdir 0. Buradan x bərabərdir 3 və x bərabərdir mənfi 2 almış olaraq. Bu birinci qoy, bu isə ikinci kök olsun. İndi baxın, mənfi 2 bu ifadənin kökü, bu tənliyin kökü ola bilməz. Niyə? Əgər mən burada loqaritmanın daxilində x minus 1-dir, mənfi 2 qoysa, mənfi 2-dən 1 çıxdıqda mənfi 3 olar və loqaritma altındakı ifadədə mənfi ola bilməz. Ona görə doğru cavab burada 3 olmalıdır, yəni A bəndi. Yəni bunu yaşılla göstərək, olar A bəndi. Sonra 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, kök altda 2-nin 6-cı dərəcədən qüvvəti vurulsun 2 üzəri loqaritma 8 əsasdan 2 kökün altında x üstə gələk x bərabərdir 1. İndi baxın, burada kök altda 2-nin 6-cı dərəcədən qüvvətə yüksəldikdə qalır 2-nin kubu. Onda əsaslar eyni olduğuna görə vuranda qüvvətləri toplayırıq. Yəni 2 üzəri 3 üstə gələk. Baxın, bunu da mötərizəni də vurub atsaq, loqaritma 8 əsasdan 2 bu bizə verir 3'də 1. 3'də 1 vurulsun kök altında x üstə gələk x bərabərdir. Baxın, sağ tərəfdə 1-dir, sağ tərəfdə 1 də 2 üstü 0 deməkdir. Onda əsaslar bərabər olduğuna görə qüvvətlər bərabər olmalıdır. Yəni 3 üstə gələk 3'də 1 vurulsun kök altında x üstə gələk x bərabərdir 0 olur. Bütün sağa keçsək mənfi 3, 3'də 1'ə də hər tərəf bölsək, onda kök altında x üstə gələk x bərabərdir mənfi 9 almış olarıq. Buradan x əvəzinə yazaram kök altında x-in kvadratı üstə gələk kök altında x bərabərdir mənfi 9. Belə bu ifadə isə mənfi 9-a bərabər ola bilməz. Beləliklə bizim tənliyimizin kökü A bəndi, yəni boş çoxluq olmalıdır. Hətta siz digər ifadələrdə, qiymətləri də yerinə qoysaz, cavabın boş çoxluq olduğunu görə bilərsiniz asanlıqla. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, 3 üzəri kök altında loqaritma
3 əsasdan 2 bərabərdir 2 üzəri kök altında loqaritma 4 əsasdan 2x minus 3. Bu ifadəni həll etmək tələb olunur. Biz bilirik ki, a üzəri kök altında loqaritma a əsasdan b bərabərdir b üzəri kök altında loqaritma b əsasdan a-ya. Yəni 3 üzəri kök altında loqaritma 3 əsasdan 2-nin əvəzinə biz yaza bilərik 2 üzəri kök altında loqaritma 2 əsasdan 3. Onda olar 2 üzəri kök altında loqaritma 2 əsasdan 3 bərabərdir 2 üzəri kök altında loqaritma 4 əsasdan 2x minus 3. İndi baxırıq ki, əsaslar eynidir. Əsasları atsaq, onda qüvvətlər bir-birinə bərabər olur. Köklər də ata bilərik. Çünki köklərin dərəcəsi eynisə, kök altı ifadələr bir-birinə bərabər olmalıdır. Yəni, loqaritma 2 əsasdan 3 bərabərdir. Loqaritma 4 əsasdan 2x minus 3. İndi sol tərəfdəki loqaritmanın əsası 2-dir. 4 eləmək üçün sol tərəfdəki loqaritmanın əsasını və loqaritma altındakı ifadəni kvadrata hesablayırıq. Onda beləliklə loqaritma 4 əsasdan 9 alırıq. Bərabərdir loqaritma 4 əsasdan 2x minus 3. Loqaritmaların əsasları eynidirsə, loqaritmaları ixtisar eləsək, atsaq, onda qalar 2x minus 3 bərabərdir 9. Buradan isə x-ə biz 6 almış olarıq ki, doğru cavab da C bəndi edər. 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, verilmiş tənliyin neçə kökü var? Yazarıq 8 vuraq. X-ci dərəcədən kök altda 4-ü yaza bilərikmi? X-ci dərəcədən kökün altda 2-nin kvadrat şəklində. Üstə gələk 42 vurulsun. X-ci dərəcədən kök altda 2 çıxılsın 23 bərabərdir 0. Əgər mən x-ci dərəcədən kök altda 2-yə bir t desəm, onda alaram 8t kvadratı üstə gələk 42t çıxılsın 23 bərabərdir 0. Buradan diskriminantı tapaq bərabərdir 42-nin kvadratı çıxaq 4 vurulsun a, yəni 8 vurulsun 23. Beləliklə diskriminant bərabərdir 42-ni 2 vuraq 21 yazsam, 2 vuraq 21 kvadrata üstəlsəm 2-nin kvadratı 4 vurulsun 21-in kvadratı çıxılsın 4 vurulsun 8 dəfədə 23 eləyər 184. Beləliklə diskriminant bərabər 4-ü ortaq vurub çıxartsam, bağışlayın burada mənfidir. Mənfi təsiri müsbət olur. Bu da müsbətdir. 21-in kvadratı 441 üstə 184 gələrəm. Diskriminant bərabərdə 4 vurulsun 625 olar. Və bu da bizə 2 vurulsun 25-in metr üst kvadratını verir. Yəni 50-nin kvadratını. Beləliklə, T1 bərabərdir. Mənfi 42 üstə gələk 50 bölünsün 2 vurulsun 8. Beləliklə, biz aldıq 2-də 1. İndi baxaq. Kökün altında x, daha doğrusu x-ci dərəcədən kökün altında 2 bərabərdir 2-də 1 isə, onda mən hər iki tərəfi, bunu sol tərəfdəkini yazaram gərək 2 üzəri 1 bölünsün x. Sağ tərəfdəki 2-də 1 isə 2 üstü mənfi 1 yazım. Buradan da x bərabərdir mənfi 1 alıram. Amma biz də bilirik ki, kəsirin, burada kökün dərəcələri birdən böyük natural ədədlərdir. Yəni 2, 3, 4, 5 və s. Ona görə deyirik ki, bu misalın tənliyin həlli yoxdur. Yəni bu belə bərabərlik ödənə bilməz. 19-cu suala baxaq. Deyir ki, 19-cu sualda belə bir tənliyin neçə həlli var? Deməli, dərhal yazırıq. X minus 1-in, modulda x minus 1-in kvadrat, deməli, x-in üzəri x kvadratı üstə gələk 2x bərabərdir modulda x minus 1-in kubu. Beləliklə, belə bir şey ola bilər. X minus 1 bərabərdir 0 ola bilər. Hər iki tərəf 0 olsun da, yəni əsas 0 olsun. Onda x bərabərdir 1 alırıq. Digər tərəfdən x kvadratı üstə gələk 2x bərabərdir 3 olmalıdır. Yəni x kvadratı üstə gələk 2x çıxaq 3 bərabərdir 0. Buradan x minus 1 deməli, x üstə gələk 3 bərabərdir 0 alarıq. Buradan x1 bərabərdir 1, x2 isə bərabərdir mənfi 3-dür. Olsan 1-i aldığımız üçün ikinci dəfə bu 1-i götürmürük. Amma x mənfi 3 ola bilərmi? Bəli, bilər. Digər tərəfdən x minus 1-in özü 1-ə bərabər ola bilər. Və yaxud x minus 1-in özü mənfi 1-ə bərabər ola bilər. Çünki mənfi 1 də olsa, müsbət 1 də olsa modulda müsbət 1 çıxır. Onların da istənilən dərəcədən qüvvətləri bir-birinə, yəni x kvadrat üzrə gələk 2x-in nə olmağından asılı olmayaraq 1-in istənilən dərəcədən qüvvəti yenə özünü verir. Onda x-ə 2 alırıq və x-ə bir dəfə də 0 alırıq. Deməli, bizim x-imizin ala biləcəyi qiymətlər 0 ola bilər, sonra mənfi 3 ola bilər, burada bir kökdür, sonra 2-yə bərabər ola bilər və 0-a bərabər ola bilər. Deməli, bizim tənliyimizin 4 dənə həlli var. Bir də 20-ci suala baxırıq. 20-ci sualda deyilir ki, 2 kök altında 2 çıxılsın kök altında 7 üzəri x bərabərdir 15 üstə gələk 4 kök altında 14. Bu tənliyi həll etmək lazımdır. Deməli, sol tərəfdə 2 kök altında 2 çıxılsın kök altında 7 üzəri x bərabərdir. Sağ tərəf isə 2 kök altında 2 üstə gələk kök altında 7-nin kvadratıdır.
Dərhal yazırıq. 2 kök altda 2 çıxılsın kök altda 7 üstü x bərabərdir. Sağ tərəfdəki 2 kök altda 2 üstə gələk kök altda 7-nin tərsi 1 bölünsün 2 kök altda 2 çıxılsın kök altda 7-dir və üzəri olur 2. Beləliklə 2 kök altda 2 çıxılsın kök altda 7 üstü x bərabərdir. Sağ tərəfdə isə 2 kök altda 2 çıxılsın kök altda 7 üstü mənfi 2. Beləliklə x-ə biz mənfi 2 almış olarıq ki, doğru cavab da E bəndi olar. Beləliklə biz üslü və loqaritmik tənliklər mövzusunun 5-ci testinin suallarına baxdıq. Ümid edirəm ki, tənliyin buradakı sualların izahında hər hansı bir texniki səhvə yol verməmişəm. Ola bilər, baş verə biləcək texniki səhvlərə görə əvvəlcədən hər birinizdən üzr istəyirəm. Əgər hər hansı bir səhvlə rastlaşsaz, videonun şərh bölməsində qeyd edə bilərsiniz ki, yerdə qalan izləyicilərdə heç bir çaşqınlıq yaratmasın. Həmçinin, əgər mən videola misalların həllində hər hansı bir misalı daha uzun və səmərəsiz yolla həll edirəmsə də, həmin deməli səmərəli üsulları, həlləri videonun şərh bölməsində qeyd edə bilərsiniz ki, həm mən, həm də yerdə qalan izləyicilər yeni bu asan üsulları öyrənək. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.